Salam, hər vaxtınız xeyir. DIM test toplusu 2023-dən ikinci hissədən iri molekullu birləşmələr bölməsi ilə davam edir. İri molekullu birləşmələrdən birinci plastik kütlələr başlığı ilə testlərimizə davam edir. Yəni burada plastik kütlələrlə haqqında ümumi məlumat, yəni əsas odur ki, bu məlumatları bilmək lazımdır. Yəni bu heç nə oxumayıb testə gəlib baxırsınızsa, eləməyin elə şey. Yəni mövzunu düzgün oxuyun, ondan sonra işləyin bu testləri. Çünki iri molekullu birləşmələr plastik kütlələrdə termoreaktivdir, termoplastik polimerlərdir, onların xüsusiyyətləridir, fiziki kimyəvi xassələrdir, alınma üsullardır və s. Bunları bilmək lazım. Birinci sualdan davam edirik. Birinci sualda fenolun formaldehidlə polimerləşmə məhsulunu müəyyən edin. Burada fenol bilirik OH maddədir. Bir də formaldehid qalığı var. D variantı. Çünki bax reaksiyası buydu. Fenol idi. N-mol. N-molda formaldehid CH2 CH2O şəklində yaza bilirdik bunu. Çünki buradan COH-dır. Burada 2 hidrogen, 1 oksigen bu formada yazılır və yaxud da belə də yaza bilərik. CH2 2 qat rabitə O. Bu da pi qırılır. Burada polim kondensləşir. Çünki əlavə buradan su alınır. Bir də bu maddə alınır. Cavabımız D variantı 1-də. 2-də polivinil xloridin quruluşu həlqəsini göstərin deyir. Polivinil xlorid, yəni vinil radikalı və xlor. N dənəsi polimerləşir. CH2 pi qırılır CH xlor CN. Quruluş həlqəsi də bu içəridə olanıdır. Yəni bu hissədir. Bu hissə. Bu hissədə bizdə verilir burada C variantında. 3. Polipropilenin quruluş həlqəsini göstərin deyir. Burada da necə yazır? Propilen yazsa, propilen necə idi? CH2, CH, CH3, N-mol. Buradan da CH2, C, CH düşür aşağıya. Bu formada N. Yəni polipropilen də budur. Cavabımız olacaq. Quruluş həlqəsi içəri hissəsi Y variantı 3-də. 4. Polipropilenin polimerləşmə dərəcəsi 1000 olarsa, orta nisbi molekul kütləsini hesablayın deyir. Polipropileni mən burada yazmışam. Polimerləşmə dərəcəsi bax 42-dir, içəri hissəsi 42-dir. Eni də 1000-dir. Deməli buradan da 42-ni vuracaqsınız 1000-ə, o deyəcək 42.000. Cavabımız C variantı 4-də. 5-də polivinil xloridin polimerləşmə dərəcəsi. Yenə polivinil xlorid yuxarıda alınmasını yazmışdım. Xlor bu formadadır. N. Deməli burada 2000-dir N'imiz. MR-də 62.5-dir. 62.5-i də 2000-ə vuranda 125.000 eləyəcək. Cavabımız 5-də Y variantı. 6. Polistirolun orta nisbi molekul kütləsi 416 mindir. Polimerləşmə dərəcəsini müəyyən edin. Rəqəm də oxuyamırıq. Stirol bu idi. CH vinil benzol idi. Stirol N-mol. Burada yuxarıdakı vinil radikalındakı pi polimerləşir. N. Yəni bunun içi 104'dür. Qıraqda da N var. Yəni 104 N bərabərdir 416.000. Buradan da N də bərabərdir 4.000. 4.000 edəcək. Cavabımız 6-da C variantı. 7-də polietilenin orta nisbi molekul kütləsini hesablayın. Burada
Polietileni yazmışam burada. O 28 n bərabər 112.000, n də bərabərdir 4000 eləyəcək. Cavab Y variantı. 8-də hansı maddə polimerləşə bilər? Doymamış maddə olmalıdır. Ya və yaxud da radikalında PC olmalıdır. O da olein turşusudur. Biz doymamış karbon turşularından bilir. Məsələn, palmitin doymuşdur. Radikalında pi yoxdur. 17-31. Yəni CN HN plus bir radikalı var. Etil benzol etil radikalı doymuşdur. Benzol əlqəsində polimerləşmir. Kumol izopropil benzoldur. İzopropil radikalı doymuş radikaldır. Pi yoxdur. Butanol bir doymuş spirtdir. Yəni birli butil spirtidir. O da yəni polimerləşmir. 9. Hansı maddə hidrogenləşməsindən polietilen alınar? Yəni burada polizoprendir. Yəni polibutadien olacaq. Çünki teflon florlu bir maddədir. Orada olmayacaq. Burada benzol əlqəsi var. Orada etilen ala bilməyəcəm mən burada. Buradan C flor 2, C flor 2'dir. Flor 2. Etilen polibutadiyendən olacaq. Buradan yazaq. Polibutadiyen CH2 CH polibutadiyen deyilsə bunun polimeridir. Və kauçuk, butadiyen kauçuku pi rabitə içəri keçirdi. CH2N idi. Bunun üstünə hidrogen gələni. Çünki kauçuklar hidrogenləşir. Çünki tərkibində pi rabitə var. Bu ortaya keçəcək. Elə bil ki CH2 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 CH2N bu pi qırılacaq. Baxın burada 4 dənə CH2 təkrarlanır. Bunu CH2 CH2 burada 2N yaza bilərik də, yəni polimerləşmə dərəcəsi kimi. Yəni butadiyende olacaq. Və yaxud da butadiyenin formulu C4H neçə olacaq? 6'dır. Bunu üstünə hidrogen gələndə C4H8 olur. Bu da 2'ye böləndə C2H4 əmələ gəlir. Yəni cavabımız orada C variantıdır. 10-cu testdə bizə nə deyir? 10-cu testdə elementar həlqəsində 15 atom olan polimer xlorpren kauçuku. Xlorpren kauçuku CH2 C xlor CH2 budur xlorpren N. Burada neçə dənə atom var? Ona baxmaq lazımdır. Atomları bir-bir sayırıq. Elementə 15 atom. Burada 1, 2, 3, 4 karbon var. Bir dənə xlor var. 5 11 olmadı. Naylon lifi. Naylon lifi nədən alınırdı? Naylon lifi deməli heksametilen diaminlə adipin turşusuydu. Yəni naylon lifinin formulu belə idi. Heksametilen diamin CH2 CH heksadil CH2 6 N bu formadaydı. Burada H yoxdur. CH. Sonra da gəlirdi buradan CO CH2 4 dəfə CO buydu. Burada da yəqin ki artıq 15'dən çoxdur. Yəni burada baxanda bilinir. Bu da getdi. Lavsan lifi etilen glikolla tereftalın polikondensləşməsindən alınırdı. Burada lavsan O CH2 CH2 O CO burada benzol əlqəsi C6H4 CO. Burada da belə baxanda 15'dən çox olacaq. Elə burada elə 11 var. Bu da olmayacaq. Kapron lifi. Kapron lifinin 6 karbonu var. Cəmi. Sayaq baxaq kapron necə olacaq. Kapron lifi CH2'dən CO
CH2. Burada neçə nə olacaq? Kapronda 4 NH deyək də belə. Burada da en azından 6, burada 5 karbon olacaq. 5 karbon en azından burada 15'ten çoxdur. Bu da olmayacaq. Üzvü şüşə. Üzvü şüşəni yazaq. Üzvü şüşə metil polimetil metaakrilatdır. CH2, CH3, COO, CH3, N. Burada 8 tane hidrogen var. 1, 2, 3, 4. 4 tane. 1, 2, 3, 4, 5 tane karbon var. 2 tane de oksigen. Bu da eləcə 15 cavabımız Y variantı. 11. sual. Polietilenin orta nispi molekul kütlə 168 mindir. Polimerləşmə dərəcəsinin hesabını əvvəl yazmışdıq biz. Burada polietilen CH2 N'dir. Orta 28'dir elementar həlqənin kütləsi. O da 28 N bərabər 168 min. N deyilir 6000. Cevabımız D variantı 11'də. 12. Polimerləşmə dərəcəsi 10.000 olan orta nispi molekul kütləsi 420 olan polimerin elementar həlqəsi, yəni molyar kütləni polimerləşmə dərəcəsinə vuranda alınır orta nispi molekul kütlə. Buradan da 4 dənə sıfırı siləndə M də qalır 42. C variantı. 13. R radikalı olarsa bu polimer uyğun monomeri adlandırın deyib. Burada deməli necə olacaq? CH2, CH3, R'in yerinə də COO, CH3. Bu mürəkkəb efir qrupudur. Bu da metakrilin polimeridir. Bu da mürəkkəb efiri metil metaakrilatdır. Metil metaakrilat. B variantı. 14. Polimerində R xlor atomu olarsa, bayaq yazdıq bunu. Vinil xloriddir. Çünki bu bura xlor yazanda bu vinil xloridin polimeridir. Pi qırılıb oradan. 15. 15'te burada R olarsa vinil, bu da benzoldu. Vinil benzoldu, stiroldu. 16. Polimer üçün nə doğrudur? Polimetil metakrilat da polimerləşmə ilə alınır. Bəli, çünki bir maddədən alınır. Əlavə məhsul yoxdur. Polikondensləşmə ilə alınmır. Çünki bir düzdür. Polikondensləşmə ilə alınmır. Çünki polikondensləşmədən alınmaq üçün əlavə iri kiçik molekullu su da olmalıdır. Polipropilen deyil, polimetil metakrilatdır. Divinil kauçukundan alınmır. 1-4 cevap 16'da B variantı. 17. Bu propilendir. Çünkü bak propilene baksaq 2 qat CH3. Burada pi kırılır. Radikallar buradan çıxır. Yəni bir karbon CH bir de CH2 CH'dan metilli aşağıda yazırıq. Polimerləşmə reaksiyasından alınır. Polikondensləşmə deyil. Sonra polivinil xlorid deyil. Polipropilendir. Bəli, 1, 4. Kapron lifi deyil. Kapron lifi amin turşulardan alınır. Propilenin doğru polimerləşmə sxemi. Propilen, məsələn, bu səhvdir. Çünki pi olan yerdən çıxmalıdır. Bu da səhvdir. Ümumiyyətcə pi çıxmayıb buradan. Cavabımız olacaq burada. Burada da təbii ki hidrogeni yoxdur. Bu da səhvdir. Burada olacaq D variantı. Bayaq çəkmişdik. Bu da tam başqa bir şey yazıb burada. 19. Fenol formaldehid qətranı hansı maddələr birgə polikondensləşməni alır? Fenoldan bir də formaldehiddən. Karbol turşusu fenolun başqa bir adda karbol turşusudur. Sirkə aldehidi yox. Qarışqa aldehidindən benzoid turşusu da yox. 1-4 cavab B variantı. 20. Reaksiya
Dəyişən nədir? Məsələn, bax, burada sp2 hibrid karbonlar. Çünki p'si var. Burada sp3'dür. Burada valent bucağı 120'dir. Burada 109, 28. Valent bucağı dəyişib. Karbonun valent dəyişmir. 4 valentlidir. Hibrid orbital sayda dəyişib. Çünki sp3 6'dan belə deyək də endi saymasaq 8'ə gəlib. sp3'ə 1-3 cavab A variantı. Deməli 21. Burada da karbonun valentliyi dəyişmir. Hibrid orbital sayı dəyişir. sp2 sp2'lər gəlib sp3'lərə artıb 2 vahid hərəsində. Karbon oksidaşma dərəcəsi dəyişməyib çünki karbon sayları dəyişməyib. Cavab yalnız 2 Y variantı 21-də. 22. Hansı maddə polimerləşmir? Bəli, D. Çünki P yoxdur. Deyir ki, propilenin polimerləşmə məhsullarının adları hansı halda doğrudur? Burada sindiotaktik var idi, ataktik var idi, bir də izotaktik var idi. Yəni orada polimerlərin quruluşu ilə bağlı məsələlərdə birincisi çox qarışıqdır. Yəni konkret bir simmetriya yoxdur, qanuna uyğunluğu yoxdur. Bu olur ataktik. İkincisində eyni tərəfdədir. Yəni amma qanuna uyğunluq var. Bax, CH2 sonra radikal, CH2 radikal. Belə olanlar deyirlər izotaktik. Yenə qanuna uyğunluq var. Biri aşağı, biri yuxarı simmetrik. Sindiotaktik. Yəni cavabımız B variantı. 24. Termoplastik polimerlər. Termoplastik var, bir də termoreaktiv. Ümumiyyətlə termoreaktivləri belə yadda saxlaya bilərsiniz. Azdır onların sayı. Fenol formaldehid qətranı, rezin, termoreaktivlər, bu yox. Fenol formaldehid qətranı, teflon, rezin idi, bir də epoksit qətranı. Bunlar temperaturun təsirindən tərkib dəyişir. Yəni həll olmayan daha möhkəm polimerlər. Amma termoplastiklər digər poli olanlardır. Kauçukdur, polivinil xloriddir, polistiroldur, polietilen, polipropilen. Fenol formaldehid qətranı termoreaktivdir. Fenol formaldehid silirəm. Cavabımız C. Poli olanlar. Bir də kauçuklar. Bax, fenol formaldehid qətranlarını silirəm. 24'də cavab olacaq C variantı. 25. sual. Termoplastik yenə burada A'dır. Bax, fenol formaldehid qətranı, fenol formaldehid. Bunlar termoreaktivdir. 26. Hansı polimerləri əritdikdə onların xətti quruluş, xətti molekullarının kimya qarşı təsir baş vermir. Deməli, termoplastiklərdə 1-dən 2-də. Cavab Y variantı 26-da. Fenol formaldehid qətranıdır, bu teflondur, epoksit qətranı, rezin. Bunları qızdıranda tərkib dəyişir. Fərqli maddələrə çevrilir. Baş verirdirsə yalnız 3 olacaq. Bu da A variantı 27. Fenol formaldehid qətranı. 28. Polietilen makromolekullu sp3 hibrid orbitalların sayı 8000, polimerləşmə dərəcəsi. Polietileni biz necə yazırıq? CH2 bu formada N, sp3. Burada da neçə dənə var? 8 dənə. 8 N bərabərdir 8000. N bərabərdir 1000. Polimerləşmə dərəcəsi 1000, yəni 10^3-də. Riyaziyyatdan bilirsiniz hər halda. Buraxışdan çıxmış adamlarsınız. 28'ə də D. 29. Polipropilen. Polipropilendə də 3 karbon var, 3 də sp
3'tür çünkü pi kırılıp burada. N sp3 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 3 tane 4 12n beraberdir 2400. N de beraberdir 2000. Ne soruşur? Polimer 2000 2 vurulsun 10 üstü 3. Bu da gitti belə. 30. Hansı polimer makromolekulunda sp3p orbitalın örtülməsinin hesabına əmələ gələn rabitə var deyir. Yəni burada sp3p elementi var deməkdir orada. P elementi olanları da biz belə deyək də sp3p biz bir xlorpren bilirik. Xlor CH2 xlorpren kauçuku. Bu burada da mı sp3p yoxdur. Var mı? Yoxdur. Çünkü pi burada teflonda var. Polietilende de yoktu. Teflon necə idi? C-flor 2, C-flor 2. Burada karbon sp3'tü. Bu da flor. Yalnız 3'te olacak. 30'da cevap. Soramansında var. Cevaplara bir de baxaq. Yalnız 3 obilərdə baxaq da hər ehtimalı. Ha, vinil klorid var burada. Polivinil klorid. Çünkü butadiyen xlorprende xlor sp2'ye birləşir. Pi var idi orada. Bu da var. Şu qərib. N sp3p. Cevap 1-3. 31. sual. Polietilenin polimerləşmə dərəcəsi 4000'dir. Yani 28 n beraberdir 4 cəmin. N de beraberdir 2 cəmin. Bize ne deyir burada? Mən ağlına gələn yazdım burada. Tam başka bir şey sorur. Yani orta nisbi molekul kütləsi burada 28 n'dir. 28'i de vuracağım 4000'e. Buna bakmak lazımdı. 112.000. Gitti 31. suala. 31 32. 32'de ne deyir? Üzvü şüşə verib bir molekulunda hidrogen atomların sayı. Bak üzvü şüşəni buradan yazacağım. CH2, C, COO, CH3, CH3 bu forma N. 8 hidrogen var. Yani 8 N tane hidrogenimiz var bizim. Ve kütləsi 10 deyirsə, onda qrama çevirəndə 10.000 eləyəcək. N də bərabərdir 1250. Cevabımız 1250. 33'te ne deyir bizə? Polimetil metakrilatda burada eynidir, elə eyni maddədir. Deməli yenə 8n bərabərdir 16.000. N de beraberdir 2000. Cevabımız olacak 2000. 34'te polietilen, polipropilen ve hidrogen atomlarının sayı eynidir. Polietilende CH2, CH2 3000'dir. Polimerləşmə dərəcəsi. CH2, CH, CH3 bu forma N'dir. Yani buradan içine hidrogen var. Deməli polietilen makromolekulunda hidrogen atomların sayı 4 vur 3 12.000. Buradan yazaq. 12.000 beraberdir. Buradan içine ne var? 6 tane 6n. N de beraberdir 2000. Cevabımız 2000. 34'te. 35.
2200 mol metametakrilat neçə kiloqram Y maddəsi alınar deyir. Burada buradan alınan mən Y-i buradan yazacağım. CH2, C, CH3, COO, CH3, N. 100 de ml. Düzmü? N'imiz de var. 200 molduğunda. Deməli biz burada 200'ü 100'e vuranda çok oldu deyəsən bir dənə. 20.000 olur. 20.000 bir de değil. 90% ise 20.000'in 90%'ini tapacağım ben. 2000'in de 9'a oranda edir 18.000. kilogram deyirsə, bunu da 1000'e böləndə cavab olacaq 18. Gəldi 36. Polimerləşmə reaksiyasının praktik çıxımı 80% olarsa 20 mol vinil neçə qram Y maddəsi alınır. Yenə burada 62,5'i vuracağım 20'ye. Neçə eləyəcək? Deməli 120 neyəcəyik biz? $1250. 1250'nin de soram 80%'ini tapacağım. O da neçə eləyəcək? 1000 eləyəcək, səhv eləmirəmsə. 37. Polipropilenin makromolekulunda 224.000 hibrid orbitalı vardı. Polipropilen CH2, CH3, N. Burada da hibrid orbitalı 3 tane 12 olacak. 3 tane karbon hamısı sp3'tü. 3 vur 4. 12'in beraber 24.000. Buradan n de beraberdir 2000. İspi molekul 2000'i de vuracaksan 42'ye. O derece 84.000. Cevap 84. 38'de polipropilin hibrid orbitalların sayı bu sualın əksidir 24. Polietilen orta nisbi molekul kütlesi hibrid polietilen CH2 CH2 N'dir. Deməli burada 28 N beraberdir 56.000. N beraberdir 2000. Burada da 2 tane SP3 var. SP3 SP 8 edir. O derece 16.000. 16.000. 40 polietilenin makromolekül 16.000 hibrid orbiti orta nisbi molekul kütlesi 56.000. Buradaki sualın tersi de aynı şeydir. 41. Hidrogen çıxanda qalır etilen CH2 CH2 polimerləşməsi polietilen. Dehidrogenin reaksiya praktik çıxımı 50%. Deməli 100 moldur. Belə deyək də C2H6 keçir C2H4'e, o da keçir CH2 CH2 N. Deməli bu 1000 moldur. 1000 1'e 1'dir. 50% 1000'in yarısı bu olacaq 500'dür. İkinci 80. 500'ün 80% de bu N'de olacaq 400. 500'ün 80%. 100 mol neçə kilogram Y maddəsi alınır? Deməli burada 28'dir. 28 vur 400. O da eləyəcək 110.
O da kilograma keçirəndə 11,2 kilogram. 42. Maddə X, Y, Z-dir. Aqreqat dağılı X bərkdir. Polimer əmələ gətirir. Bax, benzol mayedir. Glikoza bərkdir. İzopren mayedir. Divinil qazlı heksan mayedir. Benzol polimer əmələ gətirmir. Glikoza əmələ gətirir. Selluloza və nişasta. İzopren gətirir. Divinil gətirir. Heksan gətirmir. Deməli, qaz ümumiyyətcə burada yoxdur. Divinil çıxdı. X bərkdir, polimer əmələ gətirir. B variantı. Y mayedir, polimer əmələ gətirmir. A, Y. Z-imiz də mayedir, polimer əmələ gətirir. C. B, A, Y, C. Gəldik 43-cü suala. 43-də də yenə, bax, izopren maye, polimer əmələ gətirir. Divinil qaz, polimer əmələ gətirir. Etilen qaz, polimer əmələ gətirir. Etan qaz, polimer əmələ gətirir. Benzol maye, polimer əmələ gətirir. Deməli, X-imiz qaz alındadır və polimer əmələ gətirir. Olacaq 1-ə B ilə C. 2 də qazlı polimer əmələ gətirmir. D. Mayedir, polimer əmələ gətirir. A ilə A. B, C, D, A. Təşəkkürlər. İnşallah gələcək videoda kauçuklarla video dərslərə davam eləyəcəyik. Deməli, bizim sınaq qruplarımızda fəaliyyətə başlayıb, qoşulmaq istəyənlər 070 271 78 91 nömrəsi ilə əlaqə saxlaya bilər. Onlayn hazırlıq üçün müraciət eləyə bilərsiniz. Öncədən təşəkkürlər.